5 aprel Etibar qardaşımızın doğum günüdür. Məhz Gürcüstan Sarkan Federasiyasında baravar çalışırdık Etibar qardaşımızdan. Etibar Budaqlı Yolçiyev Gürcüstan Sarkan Federasiyasının vitse-prezidenti idi. İndi mən bu prezidenti mən idim. İndi prezidentliyindən mən istefiyə gedirəm və prezidentliyi Etibar Budaqlıya təqdim edirəm. Buyur qardaşım, bu sənin sertifikat, bu sənin peçatın. Sənin peçatın. Təbriklər qardaşım, təbriklər. İnşallah uğurlu olsun. olsun. İnşallah uğurlu olsun. Bir daha təbrik edirəm Etibar. Sən də öz fikirlərini bildirərdin, gözəl qardaşım. Fikirlərim odur ki, Allah imkan verdi ki, bu soyakanı biz hətta Çində, dünyanın fərqli yerlərində, İtaliyada, Moskvada mən tanıtmağa çalışırdım. Ən maraqlı Çin idi. Niyə Çin idi? Çünki bilirsiniz ki, Çin səddini Türklərə görə Çinlilər qurmuşdu o vaxtları. Onlardan qorumaq üçün, Türklərdən qorumaq üçün onlar o sərhəd